Bayramdır, ətir al, ad günüdür, ətir al. Küsmüsən barışmaq üçün ətir, ətir, ətir. Ölümdən müdafiə sistemi. Bəs nədir bu ətir? Yaxın gəl, ayaqüstü tarix danışıram. Orta əsrlər Avropasını kino kimi xəyal etməyin. Küçələr zibil, üfunət və vəba xəstəliyi içində idi. Amma o vaxt adamlar xəstəliyin gözlə görülməyən mikroblardan yox, pis havadan, yəni küçədə olan dəhşətli qoxudan yayıldığına inanırdı. Onlar üçün pis qoxunu hiss etmək, rəsmən ölüm mələyini görmək kimi bir şey idi. Buna görə də zadəganlar özlərinə biozirək yaratdılar. Boyunlarından içi rozmarin, mixək və lavanda dolu qızıl torba, yəni pomanderlər asırdılar. Onlar düşünürdü ki, bu kəskin ətir xəstəlik qoxusunu havada bıçaq kimi kəsib qırır. Yəni orta əsrlərdə ətir vov necə də gözəl qoxursan demək üçün yox, aman bəlkə bugün ölmədim demək üçün idi. Dəhşətlisi də odur ki, bəzən gözəllik yox, ölüm qorxusu insanı ətirləndirir. Qorxudan boynunda otlarla gəzən Avropa sonralar Asiyanın otlarla şəfa tapmağını ələ salacaq idi. Bu isə başqa mövzunun söhbətidir.